Əziz sənət həvəskarları və sənət sevərlər, etüd sevərlər, hoş gəlmişsiniz. Bir Xətai Sənət Mərkəzi olaraq hamımızın burada olmağından çox məmnun oldum. Həm də belə bir sərgiyə sahiblik eləmək bizim üçün çox xoşdur. Bildiyiniz kimi, rəssamlarımız ilin müxtəlif əsrlərində, Abşeronun müxtəlif köşələrində fərqli etüdlər etmişlər. Bilələrə gelib etüdlər etmişlər. Bu etüdlərdən seçilmiş əsərləri burada sərgilənir. Əbdülhamid müəllim mövcud etüdlər. Dedim ki, bəlkə biraz çox işləyəsiz sərgiliyək. Məsələn, bunlarda biraz da hərəkət yarandı, bəlkə də biraz köməkli oldu bu iş, daha çox işləməklərinə. Fərqli etüdlərdə fərqli mənzərələr var, fərqli yanaşmalar var, akvarellər var. Belə bunlarla hərəsi bildiyi kimi Azərbaycanın, Abşeronun müxtəlif köşələrini canlı təsvir edirlər. Bildiyimiz kimi bizim özümüzdə də belə bir şey var ki, gedirik rayonda bir hansı meyvəni satılır. O meyvə bəlkə başda ondan ucuzdur, ancaq o kəndinin əlindən almaq daha xoş gəlir. Ki, deyirik ki, şeydən almışam, bostancının özündən almışam. Etüd də haqqası elə ki, o əsərin özü də o bostancıdan alınan bir meyvə kimi daha qiymətlidir. Həm də bildiyiniz kimi etüd əsərlərdə daha çox ruh olur, təbiətdə rəngi olur. Bu rənglərdəki daha çox seçilir, sənət sevərlər bunu daha çox hiss edirlər. Və bu əsərlərdəki olan rənglər əsərə baxanda, rəssam əsərə baxanda baxır, deyir ki, bu əsər qımatdan çəkilib və yaxud da çöldə çəkilib. Çünki rəssam baxanda onu hiss edir ki, o rənglər hiss olunur. Nə olur olsun, o etüd əsər kimi bir yeri var. Biz çox şadıq ki, belə bir tədbirə sahibliyə deyirik. Bildiyiniz kimi bu tədbirə bizlə bərabər Azərbaycan Rəssamlar İttifaqı da dəstəkçi kimi iştirak edir. Və Rəssamlar İttifaqının sədr müavini professor Ağali İbrahimov da buradadır. Yoldaş Ağali İbrahimov da üzləşdirilmişsin. Sağ olsun ki, Ağali İbrahimov bizi tək qoymurlar. Hər tədbirimizdə o çox əziyyətlə də olsa, işi də olsa, nə olsa mən oradayam. Çox təşəkkür edirəm Ağali müəllimə ki, bizi tək qoymur, bizim tədbirlərimizdə yanımda durur. Həm də Ağali müəllimdə özündə özü buradadır deyirəm, bir rəssam siması var, bir yaradıcı sima var. Həm də bir dost kimi, qardaş kimi, hər şeylə olan bir insan kimi tanımışıq və bu gün də yanımızda olmağı bizə daha çox fərəh verdi və düşünürəm ki, ödülə sözlərindən rahatlayacaq qaldı. Buyurun. Əziz rəssamlar, əziz dolarlar, bir sərgide aşamak gibi insanlar, sənətkarlar, gələcəklər üçün qorxurlar. Və mən bilirim ki, bu mənə bir açıq sərgisi olacaq. Və bu insanlara məsələ atmamızı ancaq ilk dəfə açıq sərgisini ve zaten avtobus ve olarak insanların ülkeleri ama başka kalmış sanatçıların güzel olmasa da bu lezzetler. Bu buradaymış. Yanlış buradaymış. Burası çok sevdiğim çok sağ olun. Aslında burada bir planda bir ki bu sanatkarlarla biraz senin sesin var, biraz da çok var. Biz teşekkür ederiz.
özü də Ağanın adında Rəssamlar İttifaqı yəni yüksək familiyasında Quran nümayəndəsində və həmişə Rəssamlar İttifaqı adındadır ki, bu tədqiqat dediyim kimi bir hesabat səhvəsi. Bırak Allah'ın da dedi, en güzel mühendislik ediyor. Bunlar təbiatda bütün yerdə bir nüanslara qalmışlar ki, arkadaşlar oturup işgəndə bunları görür. Özündən belə ki, yaşanacaq. Ama təbiatdan başqa bir şey. Ona görə ben bu dostlarını təbrik edirəm. Bunlara inanıyorum ki, bu ülke sərgiləri gələcəkdə daha çox prestij etməyə, daha çox faydası olmaqları üçün ki, daha çox bölg edəcəklər. Vaxt var idi, biz heç olmasa söz versək bizi də İnşallah. Sizə uğra verdim. Çox sevinirəm. Bütün qrupun adına qrupun adına çevirəm. Daha uğra Vaxt var idi, Əbdüləminin mən müəllim olmuşam, Sovetlər dövründə, sonra bundan sonra Əzimzadəyə daxil olub, Əzimzadəni qutarıb, instituta daxil olub, institut qutarıb. Yəni, bu gözəl akvarelist bir insan, yəni bugünkü gündə bu Xəçay rayonunda vaxtı ikən dərnəkdə, biz o studiyada məşğul olub. Mən bugünkü gündə fəxr edirəm. Gələn qonaqları ilk növbədə Ramazan ayı münasibətilə təbrik edirəm. Allah'ın oruç namazından qəbul edilməsi. Yəni, bu bugünkü gündə bəziləri oruç onu nəzərə alıb, yəni çox yormayaq. Onun üçün bir daha uğurlar diləyirəm Əbdüləmin və mənim qardaşlarım. Sizlərə də uğurlar diləyirəm. Baxmayaraq, diplomlar gəldi adamlar. Onun zaten sizlərə bu ailənin böyükləri sizin qardaşınızdır. Sizlərə uğurlar diləyirəm. Var olun, həmişə sizinlə fəxr edirik. Bugünkü gündə mən burada bir çox rəssamları görmək istərdim, amma elə bildim, mən yuvanmışam biraz. Baxdım, gördüm ki, yox, yuvanmamışam. Amma belə gözəl bir sərgiyə böyük insanlar, böyük rəssamları da düzdür. Siz özünüz bugünkü gündə böyük rəssamlarsınız. Ona görə ki, sizin hər birinizin hardasa bir 100'e yaxın tələbəniz var. Ağalı müəllim, Zahid müəllim, sizin icazənizlə təbrik edirik. Çox danışmayın, ona görə ki, bu olacaq onda konferans. Amma sərginin sərgi olması var. Tofiqa xanımdır, Ümüçalı xanımdır, bunlar da bizim tələbələrimizdə əyləşən insanlar. Sizlərə də uğurlar diləyirəm. Fotoğrafımızda bizim yaxın dostumuz. Çok sağ olun, çok yormadınız. Ramazan ayında mübarek olsun. Sevgiyle de uğurlar dileyirəm. Sağ olun. Şimdi ise sebepkarlarını bir konuda da takip edilmek için bu adamlar zahmet çəkiblər, bəzən duranlar tercih edib geldiler. Bu için adam istidə, soyuqda, gedib çölün düzündə, ona bizim bir su axtarıb, çay axtarıb, tapabilir, tapmayıb, neyse bir müəyyən hissəsini bu işə sərf edib, ürəyindən sərf eləsə, rahat daxildən sərf eləsə, demək olar ki, bu din zərifdir, o başqa söhbət. Buna rahatlanıb gedib, enerjisini çıxarıb, başqa söhbət. Ancaq onun üçün bir şey lazımdır, özündə bir stimul, özündə bir qüvvə lazımdır ki, mən bir götürün gedir, yox istidir, yox soyuq olsa da deməmək lazımdır ki, durub getməyə bir güc lazımdır. Bu yoldaşlar bu gücü tapıblar, bugün o ekdə gediblər və bu sərgi əmələ gəlir. Onda sərgi belə baxanda əsərdir, durubdur. Ancaq hər bir əsərin üstündə bir əslində mən aldım 5 saat, 6 saat, 7 saat baxır işləməyə alınmağına qədər əziyyət çəkir. Bir də ki, hara gedib gəlir, bu öz şeydir. Biz də bir sənət mərkəzi olaraq Rəssamlar İttifaqı ilə birgə
rəssamlara diplomlar hazırlamışıq ki, bu sərginin bir yadigarı olsun, öz emalatxanalarında, evlərində bir yerdə aslında ki, həmişə həm biz göstərək, həm də bunlar fəaliyyətlərin yadda saxlasınlar ki, bir qonaqla gələni göstərsin, bunu filan tədbirdə almışam, hansı ki, belə yerdə alındı, gəldi. Nəysə, çox sözləri olar, təbrik edirik. Birinci də təbrik eləmək istəyirəm Sabbar müəllimin, çünki yoldaşlar tanıdığında birinci Əbdüləmin müəllimi tanımışam. Əbdüləmin müəllim də deyir ki, Sabbar müəllim mənim müəllimim olub. Nə qədərsə, məcburuq birinci Sabbar müəllimə söz verək, bunu təbrik edirik. Sabbar müəllim, təbrik edirik. Çok sağ olun. Bu serginin açılışına göre, bu eziyetine göre, bu hevese göre Dahil Mehmet değerli teşekkürünü bildirmek. Doğrudan insanda bu kadar sevgi var, bu kadar heves var. Açığı deyileydi, bizim cemiyette az adam. Bazen birine eser başlaysa, evden asmak istedim. Bu senet eşki olan adam az oldu. Yaşlı az oldu. Böyle adam az yani sergiye göre biraz çok oldu. Yani çok sağ olun Dahil Müəllim, Allah size ömür versin. Allah size müvəffəqiyyət. Güzel işinizde valla. Biz de hem size ne lazım kömək edebiliriz. Çok sağ olun. Ben büyük hediye ederim. İştirakçılardan Əbdüləmin sərginin əsas təşkilatçılarından həvəsləndirənlərdən biridir. Əbdüləmin bir neçə əsəri bizdə də sərgilənir, bizim qaleriyada da var. Adam etüdə biraz marağı var. Adamın yaradıcılığına baxsan, bu əsəri əsərlərində etüd təbiət janrıdır, Abşeron təbiəti, Abşeron mənzərələri. Və bu gün də Əbdüləmin müəllimi öz fəaliyyətinə görə, əsərlərinə görə təbrik edirik, ünlü sözlərinə də təbrik edirik. Birinci növbədə hamıya xoş gəlmişsiniz deyirəm, gələn ayaqlarınız var olsun ki, sənəti qiymətləndirib gəlmişsiniz. Bu bilinir. Çünki gələn adamlar hamısı dəyərli insanlardır. Bu sərginin təşkilində Zahid müəllim bayaqlar danışdı. Biz çox əvvəllər də etüdləri gezmişik, amma bu bir il müddətində elədiyimiz etüdlərin nəticəsini demək olar ki, burada amma köhnə plener işləri də var. Fərqi yoxdur, hamısı plener işlərdir. Plener işi də emalatxanada işlənilən işdən fərqlidir. Çünki emalatxanada nisbətən konfortlu şəraitdə, belə deyək, rahat şəraitdə, amma düzdür, rəssamın işi asan şeydir. Amma emalatxanada laf keçmişdə şam işığında işləyirlər, elektrik işığı olmayanda. Yəni, işıqlı dəyişilməyən bir müddətdə işlənilir. Amma 19-cu əsrin yarısından bir qrup rəssam yavaş-yavaş başlayıblar. Onların da özlərinin tarixi var, yəni ki, bildirənlər bilmək demək istəmirəm. Ancaq yavaş-yavaş başlayıblar plenerə, yəni açıq havaya çıxıb orada işləməyə. Açıq havada problemlər, böyük problemlər yaranır. Hal-hazırda o problem var, yəni emalatxanadakilə bir deyil. Çünki plenerdə işləyəndə onun istisi var, soyuğu var, həşəratlar var, işləyirsən, ağacı qanatlar var, belə işə baxanda deyirsən ki, işləyib də, o da işləyib, bu da işləyib, amma onun öz yəni şərtləri var. Mən internetdə bəzən baxıram, rus rəssamları var, xarici rəssamları. Onlar plenerə gelmə qaydalarını da bəzisi orada müəllim kimi öyrədir. Plenerə necə hazırlaşmaq lazım, necə gelmək. Bunlar özü hamısı bir konsepsiya, araşdırsınlar. Elə də plener əsərlər yaranır. Çoxları buna etüd deyir, yəni etüd xarakterlidir. Etüd odur ki, məsələn, bəzilərində mən demişəm, deyir ki, nəyə lazımdır etüd? Etüd ona görə ki, material yığırsan, gəlsən, böyük işləyir. Biz yəni hələ öyrədiblər. O düzdür, o belədir. O keçmiş rəssamlarda da olur. Etüdü
yəni emalatxanada da eləmək olur, yəni bağlı pomeşenilərdə də eləmək olur onu. Etüdü hər yerdə eləmək olur, portret də eləmək olur. Amma plener başqadır. Bu plenerdə böyük işləmək olar, amma müəyyən qədər. Çox böyük yox. Çünki orada işıq, körpə işıq məsələləri tez-tez dəyişir. Ona görə plener işlərinin həcmi də balacadır və o balaca işin içində sənin sürətin də bilinir, o momenti tutmaq bacarığı tələb olunur. Onu yavaş-yavaş öyrənirsən. Amma yavaş-yavaş öyrənmək üçün etüddə çox gəlmək. Mən istəyərdim ki, rəssamlarımız daha çox bu plenerə çıxsınlar, mümkün qədər. Portretçi rəssamlar özləri deyən ki, plenerdə portret işləmək olar. Başqa janrlarda deyən ki, plener belə şey. Mən bu arzularımla, yəni hamıya can sağlığı arzu edirəm. Arzu edirəm ki, bu bizim demək olar ki, birinci bizim belə kiçik plener işlərindən ibarət sərgimiz. Amma bunu biz, mənim arzum var ki, biraz artıraq, bundan sonra daha həvəslənir. Daha başqa rəssamlar da eləsinlər, yəni. İstəyərəm ki, yavaş-yavaş bizə qoşulsunlar. Çox sağ olun, bir daha. Zahir müəllimə və Azərbaycan rəssamlar İttifaqına öz dərin təşəkkürlərimi bildirirəm. Yəni, onların təşəbbüsü ilə bu işləri yığır burada sərgilənmişik. Minnətdaram. Tərs sənət mərkəzi hardasa 2018-də, bir də 2020-də 2-3 dəfə etüd sərgisi edir, bir dəfə də etüdə uşaqlarda, rəssamlara dəvəti yoxdur. Bizim bunların hamısında məqsəd etüd əsərlərə müharibi arttırmaq, həm rəssamların işləmək üçün, həm də bir də ki, rəssam əsər işləyir. İşləməklə bərabər bu əsərlərin rəssamın da elə ki, belə desək, məhsuludur, əlinin məhsuludur. Bunun da ailəsi var, bunun da dolanmaq üçün nəsə lazımdır. Bunun üçün də bu əsərlərin satılması lazımdır. Bunun üçün də bunun təbliğatı lazımdır ki, insanlarımız da, sənət sevərlər də, sənət həvəskarlar da, bu əsər almaq istəyənlər də etüd əsərlərinə biraz alanda onlardan bir zövq almağı istirəsinə ki, bu əsərlər bundan fərqlidir. Fikirləşsələr, onda etüd əsər almalılar. Yoxsa bir rəssam, bir əsər almaq istəyən gəlir, əsər almaq istəyir. Baxın, biraz böyükdür, mənim üçün otağım biraz böyükdür, buna görə bu balaca əsər məqrəm vura bilmərəm, ancaq ola bilsin 2 etüd əsər ola bilər, 3 etüd əsər ola bilər, evdə başqa bir səhnə yarada bilər ki, silsilə bir şey durar, 4 əsər var, bir böyük əsərlərdən, etüd əsərlərdən ibarət əsər asar evdə. Bugünkü etüd əsərlər bizim Azərbaycan bazarında çox baha da satılır, yəni rəssamlar çox ucuz satılır. Bir də bu sərginin özünü satış sərgisi kimi elan eləmişik. Kimsə istəsə rəssamın özündən birbaşa əsər ala bilər. İndi rəssamlarımızdan Əmrah Mədətov yoldaş da bu etüdə getmişdi. Mən Əmrah Mədətovu burada tanıdım. Burada tanıdığım sonra görüşümüzdə tanıdım. Çünki ancaq mənə Əbdülhəmid müəllim dedi ki, bir rəssamımız da var, o da bizdən gedir. Dedim ki, nə olsun ki, olsun da, o da gedir. Mən əvvəlcə bilirdim, Süleymanla Əbdülhəmid müəllim gedir. Hə, o da gedir, dedim, olsun, o da gəlsin. Sonra qayıtdık, bir rəssamımız da var, Sabbar müəllim gedir, artıq 4 nəfərə gəldik. Burada tanış olmuşuz, çox şad oldum adamın öz yaradıcılığının baxımından, həyatı baxımından, insanın münasibəti baxımından fərqli insan kimi tanış oldum. Çox şad oldum ki, tanış olmuşam. Mən də təbrik edirəm sizi, Əmrah müəllim. Siz də özünüzdə sözlərinizi deyil. Çox sağ olun. Eyvallah. Bura zəhmət çəkirəm, hər bir imkanlarımızı salamlayıram. Hər birinizə təşəkkür edirəm. Öncədən sağ olun ki, izləməyə bilirsiniz. Əlbəttə, hər bir rəssamın çox arzuları var, əsərlərin sərgilənməsi, Quran və Sultan. Amma etüd bir başqa bir aləmdir. Bizlər bir qabağımıza məqsəd qoyduğu bir il ərzində Bakı və Bakı ətrafında çəkdiyimiz, həm sulu boya və
yağı boyanan əsərlərimiz nümayiş olunur. Bu əsərləri biz yaratmışıq, hem gözümüz için yok, xalqımız için. Gələcəkdə sərgilərdə insanlar bizim əsərlərimizə baxır, bizim təbiətimizi sevsinlər, bizim incəsərimizi sevsinlər. Ona görə də bizə desəm ki, bu gözəlliyi, bu şəhəri yaratdığımız üçün həm Fədai Mərkəzə, həm də rəssamlar üzərində teşekkür edirəm. Müəllimimiz oldu. Minnətdarım, biz çalışırıq ki, həmişə müəllimlərimizin adını söyləyək. Var olun, hər kəsə sağ olun. Sağ olun. Kalbinin sol beşiği, Süleyman müəllim, rəssam, çox həvəskardır, fəaliyyətində çox görünür, həmişə hərəkəti var. Bizdən 18-ci ildə 70'di. Çox fərqli öz yaradıcılığı var, öz baxışı var, özünün fəaliyyət göstərmək istədiyi bəzi şeylər var. Bəzisini yarada bilir, bəzisini yarada bilir, bunun problemi o başqa şeydir. Ancaq öz yaradıcılığında bir şey var, adımlamağı var. Biz də çox şadıq ki, Süleyman müəllim rəssamının da əsərləri burada sərgilənir. Biz də bir rəssamlar ittifaqı ilə bir yerdə Süleyman müəllimə də öz diplomumuzu veririk və sözləri sonra deyək. Sağ olun. Teşekkür ederiz. Sağ olun. Sadece hamıza teşekkür edirəm. Müəllimlərin sözləri xoşuma. Çox sağ olun. Sərgini açıq elan edirik. İkincisi sərgiyə baxa bilərlər. Dediyim kimi rəssamın özünə əsər ala bilərlər. Yəni sərginin üç çökdətli açıqdır və çox şadıq ki, daha çox müzayidi gəlsin, daha çox görsünlər, baxsınlar. Çünki bir fərqli yanaşma olsun, bu da bütün bir fərək üçün və bir tədbir sahibi. Qonaqlara da